Çox təcili olaraq Leningrad layihəli qanuni 2 otaqlı mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, təmirli bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, təklif edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın lifti işlək vəziyyətdədir. Qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər həm Əsəd Əhmədov, həm Dadaş Bünyadzadə küçəsindən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Sənədi kubdadır, ipotekaya yararlıdır. Qiyməti çox ucuz qiymətə təqdim olunur. Sonadakı videomuzu izləyin, sonda qiyməti deyəcəyəm. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində, Osmanlı hamamının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, təmirli bir mənzildir. Sənədi kubcadır, ipotekaya yararlıdır. Əvvəldə də bildirdiyim kimi binanın qazı, suyu, işığı daimidir. Lifti işlək vəziyyətdədir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu mənzilin qiyməti 145 min manatdır. Real alıcı olarsa aşağı yeri də var. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.